Məni bəlkə də gələn ən çox suallardan biri odur ki, saçlarını necə belə şəkilləndirirsən? Necə olduğunu gəlin sizə göstərim. İlk olaraq onu qeyd edim ki, bizə nə ütü feni, nə saç qurudan feni lazım deyil. Bizə lazım olan 2 ədəd corabdır. Biraz gülməli səslənə bilər, amma yenə də mən ən qalıcı və ən gözəl buruqları bu şəkildə alıram. İstilik tətbiq etmədiyimiz üçün də saçlar həm sağlıqlı, həm parlaq olur. Bu üsulda mənə görə ən vacib qayda saçların yeni yuyulub qurumasıdır. Buruqlar ən yaxşı bu zaman tutur. Saçlarımızı tam ortadan ayırıb 2 yerə bölürük. Əgər saçlarınız çox quruyubsa, mənim kimi çox az saç spreyi tətbiq edə bilərsiniz, amma dediyim kimi çox az olmalıdır. Saçlarımın parlaq olması üçün saç yağı da tətbiq edirəm mən. Əgər siz istəsəniz bu addımda saç muzu da tətbiq edə bilərsiniz. O da saçları çox gözəl sabitləyir. Əgər bu addımları doğru tətbiq etdinizsə, saçlarınızın parlaq olması artıq qarantidir. Sarmazdan qabaq saçlarımı da son bir dəfə darayıram ki, hamar görüntü yaransın. Bura qədər hər şey okeydirsə, başlayırıq sarmağa. Corabın ağız hissəsi aşağı, barmaq hissəsi isə yuxarı olacaq şəkildə saçımıza saç broşu ilə sabitləyirik. Sonra bir tutam alıb saçımı corabın ətrafında bir tur döndərirəm. Döndərib aşağıdakı saçlarımla bir-birinə qarışdırıram. İndi döndərdiyim saçla birlikdə biraz böyük tutam götürürəm, daha çox saç götürürəm və yenə döndərirəm və döndərdikdən sonra isə yenə qarışdırıram o birisi saçlara. Belə olduqda həm buruqlar tək-tək tutur, həm də saçın hamısını sarmış oluram. Əslində sanki bir alqoritma kimidir. Sadəcə əlinizin biraz öyrəşməyi lazımdır. Sona çatdıqda istəsəz rezin də vura bilərsiniz. Mən vurmuram. Elədiyim bu buruqları topuz halına gətirirəm və corabın açıq hissəsini keçirirəm topuza ki, dağılmasın, içində qalsın. Digər tərəfə də eynisini tətbiq edib gəlirəm. Mən bir gecə saxlayıram saçımda, amma istəsəz 3 saata qədər saxlaya bilərsiniz. Yenə tutacaq buruqlarını. Ən qalıcı halına gətirməyiniz üçünsə saç lakı və saç muzu da istifadə edə bilərsiniz. Sualınız yaranarsa kommentlərə və ya mənə yaza bilərsiniz. Daha çox faydalı video üçünsə məni izləməyi unutmayın. Hələlik!